Bu üç şey dərk eləməsən heç vaxt xoşbəxt ola bilməyəcəksən. Birincisi, pul xərcləməkdən qorxma. Yaxşı yemək yedin və 100 manat xərclədin və nə olsun? Dostlarınızla gözəl zaman keçirdiniz. Minlərlə manat səyahətə xərclədiniz və nə olsun? Bu dünyada varlığınız bir hədiyyədir. Pulu hər zaman qazana bilərsən, amma zamanı geri qaytara bilməyəcəksən. İkincisi, insanların ən böyük səhvi doğru zamanı gözləməkdir. Əslində isə doğru zaman gəlməyəcək. Ən doğru an elə indidir. Çünki heç vaxt hər şeyə tam hazır olmayacaqsan. Sadəcə başlamaq, addım atmaq, hərəkət etmək lazımdır. Üçüncüsü, həyatda hər zaman problemlərin olacaq. Siz sadəcə problemlərlə yanaşı yaşamağı və həyatdan zövq almağı öyrənməlisiniz. Hər yaşadığınız şeydə bir gözəllik var. Sadəcə onu görmək üçün baxış bucağımızı dəyişmək lazımdır. Hər gün özünü 1% daha yaxşı etmək, həyatdan zövq alaraq yaşamaq, bütün arzularını reallaşdırmaq və öz işində, sahəndə birinci olmaq istəyirsənsə, noyabrda başlayacaq böyük SMM təlimdə səni gözləyirəm. Endirimlə indidən yer tuta bilərsən.